Salam, hər vaxtınız xeyir. Mən Çağrı kursundan Azərbaycan dil ədəbiyyat müəllimi Mətanət Əliyeva. Bugün sizə fonetika mövzusunun izahına baxacağıq. Fonetika danışıq səsləri haqqında elmdir. Səs və hərfin fərqinə baxaq ilk növbədə. Səs yalnız eşidilir, hərf isə onu yazırıq və görürük. Deməli, səslər fonetika iki yerə bölünür. Saitlər və samitlər. Fərqləri var. Saitlər daha maneəsiz, daha avazlı və heyecan yaradan səslərdir. Samitlər isə maneəli tələffüz olunur, avazsızdır və heyecan yaratmır. Saitlərin bölgüsü. Saitlər dilin vəziyyətinə görə, dodaqların vəziyyətinə görə və alt çənənin vəziyyətinə görə qruplara bölünür. Dilin vəziyyətinə görə qalın və incə səslər. Qalın və incə saitlər. Qalın saitlər A, I, O, U. İncə saitlər E, Ə, İ, Ö, Ü. Dodaqların vəziyyətinə görə. Dodaqların vəziyyətinə görə isə dodaqlanan və dodaqlanmayan olaraq iki hissəyə ayrılır. Dodaqlanan saitlərdə dodaqlar ön planda olur. O, U, Ö, Ü. O, U, Ö, Ü. Dodaqlanmayanlar isə A, E, Ə, Ö, İ. Alt çənənin vəziyyətinə görə isə açıq qapalı olaraq bölünür. Ümumiyyətlə, gəlin bir saitləri yazaq. Üstü bağlılar açıqdır. Üstü açıqlar qapalıdır. I, İ, U, Ü qapalı sait, A, O, E, Ə, Ö açıq saitlərə aiddir. Deməli, saitlərin tələffüzünə baxaq. İlk növbədə saitlər bir eyni cinsli saitlərin yanaşı işlənməsi var. Bir də müxtəlif cinsli saitlərin yanaşı işlənməsi var. Eyni cinsli məsələn saat, maaş. Bunlarda nə olur? Tələffüz zamanı saitin biri düşür, digəri uzun tələffüz olunur. Uzun tələffüz olunmaq qoşa nöqtə ilə ifadə olunur. Maaş, inşaat. Müxtəlif cinsli saitlərin tələffüzü. Deməli, A, İ, İ, A. Ə, İ, İ, Ə. İ, U və U, İ. İ, O və A, Ü. Bunlarda yalnız tələffüz zamanı aralarına Y kiçildirici samit artırılır. Məsələn, mən yazıram ailə. Tələffüz zamanı nə olacaq? Ailə.
təqaüd, tələffüz zamanı, deməli, bunlar əgər yazılışda yanaşı işləndilərsə, aralarına yetişdirici samit artırılmalıdır. Bəs o biri digərlər, məsələn, müəllim sözüdür, muavin sözüdür. Bunlar yazılışı və deyilişi artıq fərqlənmir. Elə müəllim yazılır, müəllim kimdə deyilir. Muavin yazılır, muavin kimdə deyilir. Gəldik o, ö və ö birləşmələrinə. Bu birləşmələrdə tələffüz zamanı heç bir dəyişiklik olmur. Məsələn, şöhrət, dovşan. Bu sözlərin artıq deyilişi və yazılışı fərqlənmir. Saitlərin uzanması. Saitlər uzanan zaman qoşa nöqtə ilə ifadə olunur. Və bu qoşa nöqtə heç zaman tələffüz zamanı fərq yaratmır. Uzanmayanlar ü və ı'dır. Gəlin artıq saitlərə başlayaq. Deməli, əgər samitlərin bölgüləri var özlüyündə, kar və zingirtili. Karlar daha küylüdür, zingirtilər daha ona nisbətən daha az küylüdür. Karları əzbərləmək üçün bir cümləmiz var. Akif Paşa çox ahəstə və K səsi və İ səsi. Bunlar hamısı nədir? Kar samitlərdir. Bunların qarşılığı zingirtili samitlərdir. Yadımızda saxlayaq ki, L, M, N, R samitləri zingirtili samitlərdir, kar qarşılığı yoxdur. M-nı burun samitlərdir. H samiti kar samitdir, boğaz samitdir və zingirtili qarşılığı yoxdur. Evet, başlayaq. Sözün sonunda B, C, D, C samitləri gələrsə, söz müstəqil işlənərsə və ya sözdən sonra samitlə başlayan çəkilici gələrsə, qarşılığına keçir. Söz də gələrsə qarşılığına keçir. Məsələn, kitab yazılır, tələffüz zamanı kitab kimi deyilir. Sonra məsələn, cavab verdi də tələffüz zamanı nə olur? Cavab verdi. Belə bir qaydamız var. Əgər söz bir hecalıdırsa, qarşılıqlı olmur, dəyişiklik olmur. Məsələn, mən şadlandı yazsam, tələffüz zamanı deyə bilərsiniz ki, müəllim samit gəlib t-ya keçməlidir. Xeyr, olduğu kimi qalacaq. Çünki təkdir. Şadlandı kimi olur. Elə, samit gələrsə isə söz, sait gələrsə daha doğrusu, söz olduğu kimi qalır. Yəni, bu samitlər olduğu kimi tələffüz olunur. Gəldik qız samitinin tələffüzünə. Qız samiti 4 səsi verir. Özünü,
qarşılığını, x-nı və q-nı. Sözün əvvəlində işlənəndə q səsi kimi verir, qanun, qələm kimi. Sözün sonunda isə k, x kimi tələffüz olunur. Məsələn, ocaq başında bulaq suyu bulaq gətir. Deməli, ocaq başında q'dan sonra söz gəlib, samit gəlib. Necə tələffüz olunacaq? X kimi. Ocaq. Samit gəlib. X kimi olacaq. Ocaq. Burada birinci tərəf q'dan sonra sait gəlib deyə X kimi. Deməli, əgər sözün sonunda q samitindən sonra sait gələndə X kimi, samit gələndə X kimi tələffüz olunur. Əgər sözün ortasında q samitindən sonra zingirtili samit gələrsə, q samiti olduğu kimi tələffüz olunur. Miqyasdır, maqnitdir, bunlar q samiti olduğu kimi tələffüz olunacaq. Əgər q'dan sonra kar samit işlənərsə isə, nöqtə, təqsir, bunlarda artıq tələffüz zamanı nöqtə kimi tələffüz olunur. Təqsir kimi tələffüz olunur. Belə. Deyə bilərsiniz ki, biz bütün sözlərdə məsələn bunu görəcəyik, tez həmin bu əvəzlənməni edəcəyik. Xeyr, alınma sözlərdə bu olmur. Hansıdır o sözlər? Şəfəq. Yox, burada yazmayayım, qarşılığa düşəcək. Gəlin buradan yazın. Deməli, istisna yazaq. Şəfəq, üfüq, müstəntiq, sadiq, vərəq. Bu sözlərdə q, x və ğ əvəzlənməsi baş vermir. Amma bunlardan sonra samitlə başlayan çəkilişi gələndə isə k-ya keçir. Gəldik ç samitinin tələffüzünə. Bir də q samitində bir şey deməyi unutdum. Q samitində məsələn sözün sonunda q gəlib bir hecalıdır. Ona da səs dəyişməsi olmayacaq. Ç samitinin tələffüzü. Ç 5 səsi verir. Özünü, qarşılığını, k-nı, x üstüşdirik və y səslərini. Sözün əvvəlində işlənəndə ç kimi tələffüz olunur. Külək, kəpənək. Sözün ortasında iki kar samit yanaşı işlənəndə ikinci ç samit isə c kimi tələffüz olunur. İtci. Bu zaman itci kimi tələffüz olunur. K isə sözdən sonra Rus Avropa mənşəlidir. Qalın sait gələndə k kimi tələffüz olunur. Kombayn, komandir kimi. Gəldik sözün sonunda. Əgər sözün sonunda ç gəlib, ondan sonra saitlə başlanan söz və ya çəkilişi gələrsə, çəkilişi gələndə y samiti kimi həm yazılır, həm də deyilir. Bu q'ya da aid idi. Məsələn, bulaq sözünə bulağın desəm, artıq mən həm yazılışda, həm də deyilişdə q'ya keçəcəm. Eyni ilə burada da. Kəpənəyin sözündə kəpənəyin kimi tələffüz edəcəm.
həm də yazacağam. Yəni orfoqrafiyam da budur, orfoepiyam da budur. Nə zaman xüsusiləşdirək kimi olur? Samit olanda. Çörək mağazası və yaxud dükanı. Samit gəlib çörək kimi tələffüz olunacaq. Burada istisnalarımız var. İştirak, dərk, şərik kimi sözlərdə səs dəyişməsi, yəni çığıya əvəzlənməsi baş vermir. Qoşa eyni cinsli samitlər yanaşı işlənəndə çı-çı, pı-pı, tı-tı, qı-qı, y-y. Bunu xüsusi bildirəcəm. Deməli, qoşa samitlər yanaşı işlənəndə çı-çı tələffüz zamanı çı-cı kimi. Məsələn, çı-cı kimi, pı-pı, pı-pı kimi, tı-tı, tı-tı kimi. Qı-qı isə qıla cingitidir deyə birinci kaya keçir, ikinci qı kimi qalır. Y-y-də isə tələffüz zamanı. Əgər sözün kökündə qoşa y varsa, qoşa y kimi tələffüz olunur. Əgər şəkici kimi artırılıbsa, o zaman y-nın biri düşür. Məsələn, ədəbiyyat sözündə y-nın biri nə edəcək? Düşəcək. Amma niyyət sözündə sözün kökündədir deyə y düşməsi baş verməyəcək. Bəzi sözlərimiz var ki, qoşa y ilə yazılıb, sözün kökündədir, amma bir y ilə tələffüz olunur. Vəziyyət, məziyyət. Məziyyət üstünlük deməkdir. Məziyyət. Səhiyyə, səviyyə, səciyyə. Bu sözlərdə qoşa y ilə yazılır, bir y ilə tələffüz olunur. Mahiyyət sözü də buna aiddir. Deməli, məsələn, dedik ki, ç samitində, burada yazmayayım, burada yazaq deyək. Çarçiş fəlli tələffüz olunur. Məsələn, sənətkar, dedik ki, ç samitində sözün ortasında qoşa iki dənə çar samit gəlibsə, o bir nə edəcək? Ç, c kimi tələffüz olunacaq. Bax, bu çarçiş şəkilçilərinə aiddir. Yəni, sənətkar yazılacaq, elə sənətkar kimi də deyiləcək. İlk növbədə bunu bildirmək istəyirəm sizdən. Sizdən əgər desə ki, fonetik təhlillə bağlı, siz artıq yazılışa yox, tələffüzə əsaslanmalısınız. Məsələn, indi sənətkar sözünə baxaq. Artıq fonetik təhlildə fokuslanacaq bura. Nə zaman bura olacaq? Müəyyən ahəng qanunu, vurğunu, heyecanı soruşanda. Ahəng qanunu haqqında tam məlumat vermədim. Ahəng qanunu sözdə qalın incə sahiblərinin bir-birinin izlənməsidir. Vurğu sözdə deməli, bir heyecanın digər heyecana nisbətən daha qüvvətli deyilməsidir. Heyeca da sözdə nə qədər sait varsa, o qədər heyeca deməkdir. Sözün asanlıqla bölünməsi. Yəni, mənim bu üst məqamda yazılışa baxacam, yəni orfoqrafiyaya baxacam. Qalan hallarda ancaq bura baxacam. Kar samit işlənib, cingirtili samit işlənib. Ümumiyyətlə, deyəcək ki, sizə kəmiyyət fərqi. Kəmiyyət və keyfiyyət fərqi.
Cəmiyyət fərqi dedikdə səs artımı və səs düşümü. Məsələn, biz təəssüfdə neynədik? Ənin biri düşdü, digəri uzun tələffüz oldu. Artıq bu cəmiyyət fərqidir. Və yaxud ailədə nə oldu? Səs artımı baş verdi. Bu cəmiyyət fərqidir. Keyfiyyət fərqi isə səs dəyişməsi. Məsələn, itki sözü tələffüz zamanı nə olacaq? İtci kimi. O zaman burada artıq səs dəyişməsi baş verir deyə, çürücüyə keçir deyə artıq cəmiyyət fərqini adlanır. Bu qədər. Sağ olun.